Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 57-ci sualın izahına baxaq. Bu sual həm 4-cü qrupların, həm də mix sertifikasiya hazırlaşan müəllimlərin dinləyəcəyi bir sualdır. Deməli, bizə bildirilir ki, amol gümüş bir sulfat var. Deməli, amol gümüş sulfatda B-mol natrium sulfatı var, C-molda miski sulfatdan ibarət. Qarşılıqda metalların mütləq payı uşaqlar 40% qeyd olunub. Deməli, bizə 2 amol gümüş var əlimizdə. 2 B-mol natrium var əlimizdə və C-mol isə mis var əlimizdə. Və bunların ümumi kütlə payı 40%-dir. Əgər bunlar 40%-dirsə, bu deməkdir ki, SO4-lərin ümumi sayı isə, SO4-lərin ümumi faizi isə 60% olur. Biz bunu qeyd elədik belə. Deməli, bizim əlimizdə 3 dənə SO4 var, elə deyilmi? Yəni 3 mol SO4-ümüz ümumi 60% təşkil edir. Biz bunu nə edərik? İstəyirsinizsə belə eləyə bilərsiniz. SO4-ümüzün ümumi kütləsi kükürt 32, oksigen 16-dır. 96 vur 3-dür bunun emiri. 96-ın 3-ə vuranda 6 vur 3, 18, 1 yadda 27, 288 qram. Deməli, 288-imiz əgər 60%-dirsə, ümumi molekul 60%-dir. 60%-dirsə, bəs burada o kükürdümüz neçə faizdir? Kükürdümüz nə qədərdir bizdə burada? 32 vur 3-dür. Bəs 96 qramımız nə qədər olacaq? X. Sonra indi oksigen tapaq. 288-imiz əgər 60%-dirsə, oksigenimiz nə qədər eləyir burada? 64 bura eləyir, 16 4, 3 də burada var. 64-ü vuracaqsınız 3-ə. 2, 18, 19, 192. 192 qramımız isə Y faizdir. Biz bunu belə də tapa bilərik uşaqlar. Başqa yol nədir bəs bunun? Baxın, 3 mol SO4-dür, elə deyilmi? Bu kükürt 3 vur 32-dir. Oksigen isə 64 vur 3-dür. Biz buradan 3-ləri ixtisar eləsək, yerdə qalır 32-nin 60. 32-nin 64-ü ixtisar eləsək, 1-in 2-yə. Deməli, onda biz bura 1x, burada 2x şəklində qeyd eləsək, bərabər eləyəm 60%. 3x-imiz 60% edirsə, x-imiz 20% edəcək. Yəni, bizə bura 20% edəndə, bu 2-ni daxil, burada 40% edəcək. Deməli, kükürtümüz 20%-dir, oksigenimiz isə 40%-dir, cavab olacaq 3 və 6. Bu qədər sadə. Nəyi başa düşməsəz, yoruma qeyd edə bilərsiniz. Mən izah edəcəm və yaxud da ki, qeyd elədiyim nömrə ilə əlaqə saxlaya, WhatsApp-da yaza bilərsiniz.